Rəsmi onkologiyada çalışırlar ki, xəstəliyi tutub şişə təyin eləsinlər. Amma onlarda istifadə olunan maddələr zəhərli maddələrdir, ağır maddələrdir, mutatik aktivliyi dayandıran maddələrdir. Onlar bu dəqiqə nəyisə kömək eləyirlərsə, gələcəkdə bir 1000 dənə yeri xarab eləyirlər, məhv eləyirlər insanı. Və ümumiyyətlə də allopatik təbabət yol deyil. Çünki o insanın təbiətindən uzaqlaşdırır və ahəngliyi pozur. Müvəqqəti yardım kimi yarayır. Amma xərçəng xəstəliyi xüsusi bir, belə deyək ki, cərrahi əməliyyat deyil ki, bir dəfə əməliyyat eləməklə o sağalsın. O bədəndə yaranan bir prosesdir və o prosesi yığışdırmaq lazımdır. Rəsmi onkologiya isə prosesə yox, onun nəticəsinə, səbəbinə yox, nəticəsinə yönəlibdir fikri. Ona görə burada kökündən səhvdirlər, yanlışdırlar və bugün də dedikləri cinayətkarcasınadır. Çünki onlar deyirlər ki, ximiya müalicədir. Ximiya müalicə deyil. Sadəcə olaraq yardımdır, müvəqqəti yardımdır. Müvəqqəti yardım bərpa, sağalmaq demək deyil. Amma onların arxasında siyasi və iqtisadi maraqlar var deyə, ona görə də onlar bugün rəsmidirlər. Amma elmi əsası yoxdur rəsmi onkologiyanın.